Sürə biləcəksiniz inşallah. Düşünürəm ki, yemək bişirmək qədər asandır. Buradan da bütün fermerlərə öz işlərində uğurlar arzu edirəm və narahat olmasınlar, onların çörəyini əlindən alan deyiləm. Hər birinizi salamlayıram əziz izləyicilərimiz. Bugün satış sonrası keyfiyyətə nəzarət bölməsindən Aysel xanım yanındadır. Bugün artıq Aysel xanım bizi yox, biz onu test edəcəyik. Necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Bilmək istəyirəm, siz avtomobil idarə edirsinizmi? Bəli, uzun illərdir avtomobil idarə edirəm. Sosial şəbəkələrdə, xüsusən də bizim səhifəmizdə fermer xanımların artıq traktor idarə etdiyini görürəm. O səbəbdən özümə də maraqlıdır ki, bugün traktoru idarə edə biləcəm yoxsa yox. Yoxlayaq. Yoxlayaq. Ayağım çatmır mənim bura. Aysel xanım, sürə biləcəksiniz inşallah. Düşünürəm ki, yemək bişirmək qədər asandır. Bu qədər. Bəli. Onda başlayaq. Gümbət bəy, bu bildim ki, sürətlər qutusudur. Bəli. Bəs bu nədir? Bu artıq deyil. Aysel xanım, siz öncə vurğuladınız ki, gözəl yeməklər bişirə bilirsiniz. Yemək bişirərkən bir qaşıqdan istifadə edirsiniz. Xeyr. Ay, sağ ol. Açarı zəhmət olmasa tutun. Tormuz falan basmayacağım. Hələ açarı tutun inşallah. Spreniyə ayağınızı basırsınız. Bırak. Test sürüşümüz başa çatdı. Məncə mən daha yaxşı sürdüm, qəbul eləyin. Qəbul elədik. İlk öncə demək istəyirəm ki, traktor sürmək mənim üçün çətin gəlirdi. Fermer xanımlar və ümumiyyətlə hər bir xanım istəsə hər bir şeyin öhdəsindən gələ bilər deyə düşünürəm. Traktor sürmək həqiqətən də maraqlı oldu. Mənim üçün yeni təcrübə oldu. Buradan da bütün fermerlərə öz işlərində uğurlar arzu edirəm və narahat olmasınlar, onların çörəyini əlindən alan deyiləm.